Toplum TV işində Prezident İlham Əliyevin dindirilməsi tələb edilib. Aprelin 24-ü Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 3-cü Respublika platformasının spikeri Akif Qurbanov bildirib ki, onların qaçalmazlıq etmələri ilə bağlı konkret məhkəmə hökmü yoxdur. Lakin hökumətə yaxın mətbuat və şəxsən Prezident İlham Əliyev onları qaçalmazlıq adlandırıb. Beləliklə də bu iş üzrə həbs edilənlərin təqsirsizlik prezumpsiyası pozulub. Məsələyə münasibət bildirən hakim Azər Tağıyev də Akif Qurbanovun haqlı olduğunu bildirib. Akif Qurbanov eyni zamanda qaçalmazlıq ittihamının sübuta yetirilmədiyini bildirib. Stat: Kim bizə pul verib, nə formada verib, heç nə bilinmir. Bircə İlham Əliyev deyib ki, pul Gürcüstandan gəlib. Amma aramızda heç Gürcüstanda olmayanlar da var. Amma məsələnin mahiyyəti budur ki, bizim əldə etdiyimizi iddia etdikləri 800 min pulu necə düzəldiblər? Mənim, atamın, dostumun adına olan nəqliyyat vasitələrinin, uşaqlarımın kompüterlərin, ofisimizdə qələm, steplerdən tutmuş hər şeyin üstünə bir qiymət qoyub bu rəqəmi düzəldiblər. Statın sonu. Prosesdə iştirak edən digər təqsirləndirilənlər də ittihamların qurama olduğunu bildirib. Toplum TV-nin jurnalisti Fərid İsmailov baş prokuror Kamran Əliyevin məhkəməyə gətirilməsini tələb edib. Stat: Məni girovluqda saxlayanlardan biri Kamran Əliyevdir. Gəlsin hansı cinayətlərə əl atdığımı sübut eləsin. Statın sonu. Digər təqsirləndirilən Ruslan İzzətli isə Prezident İlham Əliyevin məhkəmədə şahid kimi dindirilməsini tələb edib. Məhkəmə vəsadətləri təmin etməyib. Bu iş üzrə hazırda 8 nəfər həbs edilib. 2024-cü ilin mart ayında hüquq mühafizə orqanları Toplum TV Demokratik Təşəbbüslər İnstitutu, həmçinin 3-cü Respublika platformasının ofislərində bir neçə əməkdaşın evində axtarış aparıb. Onlar öncə qaçalmazlıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Təqsirləndirilənlər həbslərinin sifariş olduğunu bildirsələr də, ölkə rəhbərliyi heç kimin peşə fəaliyyətinə və siyasi səbəblərə görə həbs olunmadığını bildirir.